Futbolcu milli komandamız 33 illik tarixində 8-ci dəfə iştirak etdiyi dünya çempionatının seçmə mərhələsini də əli ətəyindən uzun başa vurdu. 6 oyuna cəmi 1 xal. Əslində bundan artığı da gözlənilmirdi. Milyonluq Fernando Santos ötən il 1 xalı Estoniya, Slovakiya, İsveçlə bir qrupda Millətlər Liqasına qazanmış, komandanın da ən zəiflərin yer aldığı liqaya yuvarlamışdı. Düz bir il əvvəl bizim milli İsveçə Stokholmda 6 cavabsız qolla uduzmuşdu. Amma onda Sancho'a gözün üstündə qaşın var deyən yox idi. Deyəsən bəziləri bunları çox qısa zamanda unudub, ona görə Ayxan Abbasovdan təcili konfet düzəltməyi tələb edir. Bu seçmə mərhələlərinin yeganə müsbət cəhəti o oldu ki, illərdir davam edən xarici baş məşqçi sevdasına nəhayət son qoyuldu. Görünür, illərdir dediyimizi AFFA-nın dərk etməsi üçün İslandiyanın millimizə 5 qol vurması lazım imiş. Halbuki ötən il İsveçə 0-6 uduzanda və Millətlər Liqasında sonuncu olanda Sancho'u göndərmək lazım idi. Ümumiyyətlə onun bura gəlişi əvvəldən səhv qərarı idi. Yığmamız bu seçmə mərhələdə 6 oyunda qapısından 16 top buraxdı ki, bunun 5-i yaxud da 3də 1-i təkcə bir oyuna Sancho'nun baş məşqçi olduğu İslandiya ilə səfər qarşılaşmasına düşür. Hesab kitabı yaxşı bilənlər və ən əsası vicdanın nə olduğunu anlayanlar. İndi bizim komandaya Sancho faydalıdır, yoxsa Ayxan? Ayxan Abbasov əlindəki heyətlə nə etmək olarsa onu da etdi. Fransa bizə hər iki oyunda 7-8 top vuracaq deyə komandanı məsxərəyə qoyanları Paris və Bakıdakı oyunların nəticələri çox pis vəziyyətə qoydu. Gözlədikləri darmadağın olmadı deyə başladılar deməyə ki, Ayxan müdafiə futbolu oynadır. Ağlınıza keçə yamasınlar. Fransaya qarşı hücum futbolu oynamalıydık. Özü də hər gün sosial şəbəkədə söylədiyiniz Nəriman, Renat, Mahirlə biz nə vaxt ultra hücum futbolu oynamışıq ki, Ayxan da gəlib onu dəyişdi. Fransa ilə oyunda millinin maçlarında uzun müddət görmədiyimiz anşlağı gördük. Əlbəttə, əksəriyyət stadiona rəqib Fransa olduğu üçün gəlmişdi. Yaxşı ki, Ermənistanın Portuqaliyaya uduzduğu kimi 9 topla uduzub utanmadıq. Fransızlar mundiala vəsiqəni təmin etdiyindən Bakıda özünə çox əziyyət vermək fikrində deyildi. Bizimkilərin hesabı açması onlar üçün gözlənilməz olsa da tezliklə səviyyə fərqini ortaya qoydular. Mbappe və digər ulduzların bir neçəsi olmasa da Didier Deschamps-ın ikinci, hətta üçüncü heyəti belə yenə bizim futbolçulardan çox yüksəkdə dayanır. Mateta'nın qol vurduğu epizodda bizimkilərdən çox yüksəkdə olduğu kimi. Bizə qarşı oynayanların hamısı gələn yay dünya çempionatına getmək arzusu ilə yaşayanlardı. Ona görə baş məşqçinin etimadını qazanmaq üçün bacarıqlarını əsirgəmirdilər. Fransızlar mundiala vəsiqə aldı. Bizim isə nə dünya çempionatına çıxası komandamız var, nə də ikinci yerə tutub play-offa qatılası. Ona görə bu seçmə mərhələlərinin kitabını bağlayıb irəli baxmaq lazımdır. Ayxan Abbasov üçün əsl sınaq bundan sonra başlayır. Fransaya, İslandiyaya məğlubiyyətli komandaya yeni gələn baş məşqçiyə keçmək olar, amma Millətlər Liqasında ən zəiflərin arasında çempionluq olmasa, Abbasova heç bir bəraət yoxdur. Klublarda oyunçu yetişməlidir, yetişdirsinlər. AFFA o lənətə gəlmiş strategiyasını işə salmalıdır, artıq çoxdan başlamalıydı, başlasın. Bunlar gələcəyə hesablanmış addımlardır. UEFA, FIFA oturub bizi gözləyən deyil ki, gedin oyunçu yetişdirib yeni komanda qurun, sonra gələrsiniz. Biz növbəti turnirlərdə oynamalıyıq. Faktiki bugün Ayxan Abbasovun ixtiyarında aşağı-yuxarı 23-25 oyunçu var. Onların potensialından düzgün istifadə edib, heç olmasa Millətlər Liqasında divizyonun qalibi olmalıdır. O ki qaldı oyunçu yetişdirməyə. AFFA klublara uşaq futbolunun inkişafı üçün hər il 500.000 manat, UEFA-dansa hər kluba təxminən 200-250 min avro vəsait ayrılır. Bu pulu klublar necə dağıdır, nəzarət edən yoxdur. Əsas odur ki, kağız üzərində olsun ki, AFFA uşaq liqalara keçirir. Daha necə keçirir, necə təşkil edir, onun hesabatını verən yoxdur. Belə bərbad yanaşmaya görədir ki, ölkədən futbolçu çıxmır. Legioner limitinin ləğvi də bir bəhanə olub bəzilər üçün. 18-19 yaşınadək peşəkar futbolçu olmağa çalışan hər kəs bu yaşdan sonra öz mövqeyində hər hansı bir legioneri üstələyib heyətdə yer ala bilmirsə, demək o futbolçu olmayıb, illərini boşa verib. Buraxın getsin. Niyə limit olmalıdır ki? Legioner limiti hər bir gənc oyunçu üçün bir növ sənət imtahanıdır ki, mən futbolçu ola bildiyim, yoxsa yox. Bizim futbolçu oynamadan, ciddi məşq etmədən rahatlıqla heyətdə yerini almaq istəyir. Ona görə rahatlıqla klubunda heyətə götürülən futbolçu sabah Mbappe'nin, Mateta'nın, Thuram'ın qarşısında belə olacaq da. Ayxan Abbasov, əlinizi daşın altına qoymusunuzsa, sonadək çəkməməlisiniz. Millətlər Liqası sizi gözləyir. Bu meydan, bu da siz.
Əvvəlcə Cəbəl Tariq, Andorra, Liechtensteinlə güclü olduğumuzu sübut edək, sonra Ukrayna, İslandiya kimi rəqiblərə əlcək atarıq. İlkin Fikrətoğlu, xüsusi olaraq Sport Info TV üçün.